Bir Şuşalı olaraq ora getmək çox həyəcan verici bir hissdir. 1993-cü ildə şəhid olan dayımın xatirəsi üçün orada vuruşmağı çox istəyirdim. İlk dəfə Qarabağa çatdırmaya gedəndə çox həyəcanlı idim. Azərbaycan əskəri statusunda getmişdim. O döyüşlərdə pay sahibi olmaq yəni mənim üçün böyük bir fəxrdir, böyük bir qürurdur. Zəngilan rayonu Şamlı kəndindənəm. Ora gedəndə mən çox sevinirəm. Deyib gülə-gülə getmişik bütün yolu. Füzuli postundan keçəndən sonra artıq maşında bir sükut var idi. İlk addımları atanda belə sevinç, xoşbəxtlik hissi var idi. Həyəcan, qürur, bu hisslər içərisində idi hamımız. Bir tərəfdən sevinirdim, bir tərəfdən kədərli idim. Ruh yüksəkliyi daha da artırdı ki, torpaqlarımız işğaldan azad olur. Atamın izahı ilə gedib evi tapmışdıq, amma evdən heç bir şey qalmamışdı. Sadəcə dağıntılar idi. O xarabalıqla sənin doğuma gəlir. Yəni istəyirsən biraz çox baxasan, biraz yaxından baxasan, bəlkə toxunasan. Mənim oğlum da xidmət eləyir Qarabağda. Gedəndə həm onu da görürəm, sevinirəm. Ora aidlik hissim var idi. Sanki mən də o küçələrdə qaçmışam, böyümüşəm. Qarabağa daxil olmamışdan qabaq biz xeyli sayda şəhid vermişdik. O səbəbdən o məsuliyyət hissi həmişə mənim içimdə idi ki, biz bu işimizi sona kimi yerinə yetirməliyik. 30 illik həsrətin bitdiyi xəbərini almaq hamımızı sevindirdi. Doğum günümə təsadüf eləyirdi həmən an. İnanmıram ki, kiməsə bunun gözəl bir doğum günü hədiyyəsi olar. Ərazi bütövlüyünü yenidən bərpa etmək üçün canını qoyan şəxslərdən olduğum üçün çox xoşbəxt hiss edirdim özümü. Daxili radiodan bizə məlumat verdilər ki, müharibə bitdi və həyəcan hissi çox böyük idi. Bilmirdim sevinim, bilmirdim kədərlənim. Çünki itirdiyimiz yoldaşlar, evdəşlərin narahatçılığı, qohumların, əzizlərin. Daxili gələn hisslər isə əlbəttə əvvəlcə həsrət olur. Amma hansı ki Şuşaya çatırsan, orada artıq sən böyük bir minnətdarlıq hissi yaşayırsan bu anı bizə yaşadanlara. Şuşaya çatanda biz o qayaları, o dağları, o yüksəklikləri görəndə həqiqətən də Şuşa Fatehi sözünün mənasını tam anladıq. Bu zəfərə görə biz qardaşlarımıza borcluyuq. Onların ruhu şad olsun.